yerə. Çıldıranda olanda. Çıxıb gətirib gəlmişik. Görmüşük ki, aşağı düşüblər. Necə oldu çıldıran verdilər? Çıldıran satıldılar, necə verəcəklər? 15 dəqiqə çıldıran kimi yerə almaq gülməlidir. Polyazlar nətər verdi o da formu? Bax, Xocalı necə getdi, bu elənsin, o da elənsinə getdi. Nə qədər uşaqlar getdilər, yaralı uşaqlar qaldılar. Yaralı uşaq gətirdim, 2 dənə yaralı uşaq, biri rəhmət etdi, Allah rəhmət etdi. Avtomatı çıxartdı üstümə ki, səni güllələyəcəm. Kim? Afisir. Bir də afisir nə bilək kimdir? O qədər, qırağa çıxan kimi o qədər dolaşırlar afisirlər. Boyda olanda heç bir afisir yox. Bir də afisir. Heç kim yox. Soldatlar toka hücuma keçdi. Qalmışıq ortalıqda. Yandığımız yeri tosla koordinat verirlər. Bizimkilər verir də, kim verə bilər ki, koordinat onlara? Verirlər ki, filan yerdə imtelbed yap. Sıraz vururlar o yer. Özə bizim işlərdə yerimiz dəyişdi, nə qədər yerimiz dəyişdi. Bizim uşaqlar elə yerdəydi ki, heç elməni də onun yerini bilmirdi. Elə bombanı atırdılar, düz yanımıza düşürdü. Allah'ın olsun. Elə sınayatda azadda. Neçə dənə tank qoyublar indiyə kimi? İndi orada 3 dənə tank qaldı. 15 tankdan ikisi qalıb. 3 dənə tank qaldı, biri xarab idi, o heç xarab idi. Onu indi düzəldib aparacaqlar 100%. İkisi də işləyirdi, götürdülər, atdılar. Toplağı qurtardı, nə bilim o sınayatlar. Tanklar necə oldu da oldu? Necədir, vurulmuşdu. Deyanda biri vurulub, biri ikisi minya düşmüşdü, qalmışdı orada. Gətirmək olardı pilçəmlə. Tankın snaryadları yox idi, o tankda neyi neyəcək o? Sürüb heç olmasa tankı çıxartmaq mümkün deyil. Sürüb çıxartmağı, çıxıb pexota bombit elirlər. Bu da atvetlə atmalı deyə yox, tankların birinin yağı yox idi orada qaldı. Yoxsa başa düşürəm, yaxşı, bunların snaryadı qurtarmışdı, onlar mümkün deyildi ki, özləri. Onları P-Abraska gəldilər, P hərfi kimi gəldilər, biz ortada qaldıq. Oradan heç üzə çıxmır. Çıxartma olardı əvvəlcədən, patron gəlsəydi ora, hər şey gəlsəydi. Onlar ömrü boyu girə bilməzdilər ora. Prosta kəndi verdilər heç nədən. O yüzden alladırdılar da, bizə demişdilər ki, vertolyot gələcək, vertolyot. Vertolyot bizi göndərdilər ki, saat 11-də dedilər vertolyot gələcək, vertolyot vuracaq. Biz bu ilə ancaq samolyot vertolyot vururuq. Vertolyot gələcək. Getdik, dayanmışıq orada sakit. Bir də baba oğlanla dayanmışdıq. İkisimiz idi. Bunun qulağının dibindən snayper uçdu. Söndü o tərəfdə sakitçilik də axı burada atanməzlər ermənilər. Bir də ödü snayperlərlə yağdırırlar başımızın üstünə. Sonradan 3 tərəfdən gəldilər üstümüzə sonra. Şimdi onlardan nahadırsa bir maşın, 10 nəfər, 15 nəfər adam 1000 nəfər qatdı qabağını göndərdi. Ölən çoxdur. Ölən çoxdur deyəndə ki, hadisa bir Plen çox getdi, ölən qarışıq 60 nəfərə yaxın. Ölən qarışıq. Çıldıranda. Kasakotda da